Allah sizi böyük görmək istəyir. Nə qədər çox yük daşıya bilirsinizsə, nə qədər çox məsuliyyət daşıya bilirsə, o qədər böyük kişi kimi yaradacaq Allah sizi. Həzz alacaqsınız böyüklükdən. İnsanı Allah böyük yaradıb. Mələklərə deyib səcdə eləyin ona. Yer üzündə Allahın canişinidir bu. Onun qəlbi də Allahın elçiliyidir. O ədalət dağıdacaq yer üzünə, paylayacaq. O həqiqət paylayacaq yer üzünə, gözəllik paylayacaq. O elə belə yeriməməlidir, elə belə danışmamalıdır, elə belə yaşamamalıdır. Ondan ətrafa dalğa-dalğa gözəllik, həqiqət, ədalət, xeyirxahlıq saçılmalıdır. Bir an belə unutmamalıdır. Yalnız bu missiyasını dərk edib, bu missiyaya azdan çoxdan yarayan insanın xoşbaxtlığı var. Özü üçün yaşayan insanın xoşbaxtlığı fiksiyadır. Yoxdur elə bir şey.